bütün ay özümü əməlli başlı ifaçı kimi hiss eləyirəm.
Doğrudan da yavaş-yavaş adam başa düşür əslində. İllərdir düzdür biz indi səhnədəyik. Amma yeni ifaçılar ki var, onları doğrudan da başa düşmək olur ki, o ajataja qapılırsan, gedirsən. Dünənki gündə də hamı səhnədə idi. Hamı səhnələr aldı. Hərə öz şousunu göstərdi. Mən salamlayıram bütün izləyicilərimizi. 2025-ci ilin ilk gün ortasında xoş gəldik evlərinizə. Siz də xoş gəldiniz təbii ki bizim studiyamıza, yanımıza. Bugün bayram əhval-ruhiyyəsini davam etdirmək adına çox sevdiyiniz qonaqlarımız olacaq studiyamızda. Bu həftə içərisində hamı istirahətdədir, hamı dincəlir. Elə ikimiz qarışıq, hamımız dincəlirik. Amma bugün sizin huzurunuzda olmaya bilməzdik əziz tamaşaçılarımız. Ona görə də bugün heç bir mağazin durumundan danışmayacağıq, heç bir gündəmə də toxunmayacağıq. Ötən ilin də son ayında sağ olsun mənim prodüserim, menecerim İlkin Şükürov mənim istəyim və onun məcburiyyəti ilə ürəyimdə bir mahnı qalmışdı. Kimlərə qaldı dünya? Çünki son neçə ildə o qədər şeylər gördük ki, ilahi pərverdigarı. Doğrudan da bu cümlə ancaq dilimizdədir. Valla bir şey olan gibi deyirik, kimlərə qaldı dünya? Deyə 2025-ə gəldik, çıxdıq. Hamımız üçün düşərli olsun, xeyirli olsun, uğurlu olsun. İstedadı olanlar, bacarığı olanların nəhayət ki o istedadı gün üzünə çıxsın. Ancaq təbii ki söhbət istedadlılardan gedir. Amma mən bir şeyin fərqinə vardım ki, istedaddan əlavə bir də işıq var ki, o işıq da bir çox bacarıqlı tanınmışlarımız var, onlarda o işıq yoxdur və əksinə də ola bilər. Heç bir istedadı olmayanlarda da elə bir işıq olur ki, elə bir ab-hava olur ki, onları doğrudan da o ada layiq görürük və bugünlərə qədər gətirib ulduz adıyla da çatdırırıq. Hələ had deyirəm, bugün eşitdən danışmayacağım, yenə mövzu gedir ora. Danışmayacağıq, bugün ancaq oxuyacağıq, oynayacağıq, evlərinizə musiqi gətirəcəyik, sənət insanlarınızı əsl, doğrudan da sözünü demiş sənətkarların, gözəllər, gözəli xanımların ifaları ilə çalışacağıq ki, bugün də biraz bayramı yaşaya bilək. Hamının bir ağızdan oxuyub oynayacağı və istirahət edəcəyi bir gün ortasıdır. Heç bir mağazin süjetimiz yoxdur. Dedikodular azca ola bilər. Xanımlar ki bir araya gəldi, dedikodusuz efir olmur. Amma çalışacağıq ki, elə siz də çalışın ki, bugün ən yaxşı sözlərinizi deyəsiniz, ən gözəl, xoş dedikodular danışasınız, eşidəsiniz, duyasınız ki, ilimizə də elə təsir eləsin. Sizə xoş gəldiniz, səfalar gətirdiniz. 2025 hamımıza düşərli olsun inşallah. Və bugün mən onların enerjisi ilə başlamaq istəyirəm və bilirəm ki, hamı da onların o pozitivliyini sevir, sənətini sevir. Çünki bu iki gözəl xanım, bu iki bacı həm Respublikamızın xalq artistləridirlər, həm müəllimdirlər, pedaqogdurlar, tələbələr yetişdirirlər. Hətta deyim ki, tələbə yetişdirməmişdən də öncə onlar bir anadırlar. Nəinki öz evlərində öz övladlarının anasıdırlar, onlar hamının anasıdırlar. Elə bizim də anamızdılar. Hamımızın yanında olan həm bacımız, həm anamız. Allah sizi həmişə vaxt belə gözəl, mehriban və var eləsin. Nə gözəl. Bu ilmi olanla başlayıramsa əla olacaq, uğurlu olacaq. Bəli, bugün elə ilk efirimizi də onlarla açıq elan edirik. Konsert dadında bir efirlə qarşınızdayıq. Gülyaz və Gülyanaq Məmmədova bacılar gəlir. Gün ortamız başlayır. Şirin sözüm gel beri, hatırlayaq o şən keçən
xoşbəxt sevənlərə nəğmə deyən, sevə-sevə vursun xoşbəxt bacılar. Bəli. Sənətimizi yaşadan bacılar. Ay, xoş gəldiniz. Sən can. Necə gözəl yaraşırsınız. Maşallah. Bizi sevənlərin qarşısından ATV televiziyasından, Zümrüdümüzün, əzizimizin, gözəlimizin proqramından sizi salamlayırıq. Əziz dostlar, ilimiz mübarək, bayramımız mübarək. Can sağlığı arzulayırıq hamıya. Bu gözəl bayram əhvallı günlərdə hamıya xoş əhvallı, hər birinə dost evinə hamısı qonaq getsin, nişan aparsın, toy eləsin, xoş günlər gəlsin ilimizə, ruzili, bərəkətli gəlsin. Amin, amin. Deyirəm, Azərbaycanlılarımızın, Azərbaycanlı olaraq adətimizdir də. Süfrələrimizin evdə açırıq, ucu bucağı görünmür. O qonaq gəlir, o gedir, bu gəlir. Mən elə bilirəm ki, həmişə o bir dənə bizə xasdır. Yox, varmış. Bizə xastır məncə də. Türk dilli dövlətlərin hamısında məncə bu ən gözəli bizdədir. Qonaqpərvərlik, Türk milləti. Evdə xüsusilə qonağa bir otaq ayırmaq. Bizim kətdə zalüy deyirdik, zalüy. Təsəvvür qonaq. Siz tək özümüzdən danışırsınız. Mən indi başa düşdüm. Elə bir dünya xalqlarını danışırsınız. Qonaq adət-ənənələrimiz, ümumiyyətlə Azərbaycanımızın adət-ənənələri nə qədər gözəldir. Bu bizi, bizim milli və mənəvi dəyərlərimiz var, bizim gözəl adət-ənənələrimiz var. Aş dəmlənir o plovun ətri dünən hamının yayılır. evindən plovun ətri gəlib. Nə pisdir, görün nə gözəl. Qoy həmişə süfrələriniz bol, bərəkətli olsun. Amin. Allah Taala ağız dadımızı heç vaxt pozmasın. Amin. Amin. Ondan gözəllik məncə arzu yoxdur, dua Bəli, biz yoxdur. gözəl olaq, bir-birimizin uğur arzulayaq, sevinək bir-birimizin uğuruna və o zaman bizim də həyatımız gözəl olacaq, arzuladığımız insanların da. Həyatda bir-birini gözəl sevməkdən gözəl, hörmət eləməkdən gözəl nə ola bilər? Nə qədər yaşayır insan, Allah yazdığı ömrü sağlıqla yazsın. Elə yaxşı əməllərimiz qalacaq. Onun üçün də həmişə deyirik, nə olar ki, can deyib can eşitsək. Nə olar ki, o dostluğu qoruyub saxlasaq, heç nəyə görə, heç nəyin rəqabəti nə aparmasaq, nə bilmək, hamımız işimizlə məşğul olsaq, özümüz üçün irəliyə getməyə çalışsaq, ucalmağa çalışsaq, amma heç kimin ayağını dartmadan, heç kimə quyu qazmadan, nə olar? Bu gözəl fikirləriniz bilirsiniz harda yada düşür? Allah hamıya sağlıqlı. Yox. Allah sağlıqlı ömür versin. Allah heç kimə qəm-kədər qismət eləməsin. O qəmli gündə kiməsə gedib səbir diləməyə gedirsən ha. Biraz üstə örtül deyirəm. Orada hamı deyir ki, 5 günlük dünyada niyə biz bir-birimizdən pis olmalıyıq? Gördün. Düz dedim Mehman müəllim. Düz dedim. Ona görə Bir tək gəlməmişik. Həmişə Bizim əzizlərimiz, gözəl sənətkarımız, muğambilicisi, tədqiqatçı, tarzənimiz Mehman Mikailov, Cahandar Mikailov onun evladı, həm də gözəl kaman ifaçımız. Onlarla gözəl qədim xalq musiqilərimizə müraciət eləyəcəyik bu günləri. Əslində bu ailə bağlarına nə qədər önəm verdiyimizi bu efirdə biləcəksiniz. Çünki onlar da ata-baladılar. Maşallah. Siz də ailəli cəzdəlisiniz. Ana-bala gəlmişik demək olar. Qardaşlarımızın balaları, bibiləri həmişə mama deyərdilər keçmişdə. Bibiyə, biz özümüz də bibimizə, Saniyə bibimizə mama deyirdik. Bu gün də var mama. Çünki bibi ana qədər istəyir qardaş balasını. Biz də qardaşımız balalarını da götürüb gəlmişik ki, qoy elə bunlar da bizlə olsunlar. Siz hamının anasısınız.
Siz hamının deyir o sirdaşı, dərddaşı, həm yaxşı gündə, həm pis gündə hamımızın ürək sözlərimizi deyə biləcəyimiz bacılar, analar. Oy, oy, oy. Bax bu ailəvi söhbətlərlə qısa aradan sonra bayram günü qaydırıq. Bəli, biz artıq ötən ilin sonlarında bütün mövzuları demək olar ki, danışdıq. Əyləncəli mağazin verilişiyik gün ərzində və sənət insanları da sağ olsunlar. Məsələn, mən o ab-havanı çox şükür ki, güclü heyətimizlə onu yarada bildik. Mikrofonumuzu görürlər və hansı veriliş olduğunu da biləndən sonra ürəkləri açılır. Danışırlar, danışırlar, danışırlar. Bu ildə bilirsiniz də nə ilidir. Gözdə mən o aksesuarımı götürüm buradan. 15 dənə at var burada. Görün də o qədər atın içində də bir dənə ilan var. Həyatımız kimi şou aləmində ki ilanlardan danışdıq. Şou əhlinin daxilində olan ilanlıqlardan danışdıq və mən qeyd etdim ki, ilan təkcə pisliyə, qorxuya yozulmur. İlan yoldur, ilan səbirdir, ilan həm də müdriklikdir, ağıldır. Yəni biz həmişə danışanda mənfi tərəflərdən daha tez danışırıq. Canlının belə müsbətlərini qoyub, ancaq mənfisindən danışdıq. Və sağ olsunlar, çox mövzular da burada açıldı. Mən bəri başdan, il başlamaz çox xahiş edirəm. İkinci cümləni deyim, sonra biz ailənin o bir üzvlərini də dəvət edək. Mən, baxın, iki xanım illərini sənətə vermiş, doğrudan da sənətdən kar olanlardan fərqli olaraq sənətkar olan iki xanım sağ olsunlar ki, efirlərə dəvət alırlar və gedirlər. Mən buradan üzümü sənətkarlarımıza tutub demək istəyirəm ki, çəkinməyin, qorxmayın. Çünki doğrudan da qonağa görə efir qurulur, qonağa görə münasibət qurulur, qonağa görə suallar tərtib olunur. Çox şükür ki, bizim illərin aparıcılarına hansı sualla ehtiyac yoxdur. Onlar bilirlər kiminlə nə cür efirlər edirlər, kimə necə davranırlar. Amma xahiş edirəm sənət insanlarımızdan efirlərə gedin, çox xahiş edirəm. Ötən son illərdə sizin efirlərə getməməyinizdir ki, biz başqa müğənnilərə önəm vermiş olduq. Çünki gündəlik efirdir, efir boş qala bilməz, bizim də işimizdir, biz də bu işimizi həyata keçirtməliyik. Ona görə xahiş edirəm, çox xahiş edirəm hamınızdan efirlərə gedin. Gedin efirlərə. Mən bilirəm nələrdən çəkinirsiniz, nələrdən qorxursunuz deməyəcəm, çəkinirsiniz. İnanın ki, bu mənim timsalımda bütün aparıcılara aiddir. Yəni onların ürəyindən keçən sözdür. Qonağa görə efir tərtib olunur. Zümrüd xanım, ürəyim mənim. Bu çəkinmək dediniz, bilirsiniz nədəndir? Burada bir zarafat olanda, bir kəlmə olanda götürüb anında yazırlar, bütün paylaşımlar olur və bu başqa yerlərə gedib çıxır. Ailədə əsəb yaranır, panikataklıq var, il insanlar var ki, il insanlar qardaşları, bacılar götürmür, onun qohum əqrabası götürmür. Bu söhbət böyüyür və şou xarakterini daşıyır. Bu da bizim sənətkarlarımıza haqlı olaraq təsir eləyir. Mən həqiqətən Deyim olar, yeri gəlib deyirəm. Deməli, bir neçə dəfə olub biz özümüz, mən tamaşadan danışmışam. Mən bir şeirə fikir bildirmişəm, Nüsrət Kəsəməlinin şeirinə, etiraf şeiri. Bunu səhəri başqa bir başlıqla, altına mənim həyat yoldaşımla şəklimi qoyub paylaşım eləmək, belə şou, nə bilim, xəbərlərlə olmaz. Biz bu illər ərzində, 30 il ərzində səhnədəyik Gülyaz xanımla. Biz hər addımımıza, hər kəlməmizə diqqət eləyən, özümüzə dəyər verən, tamaşaçımıza dəyər verən bunun ziyalısı var, ağsaqqalaq bir çəyi var, gənci var, gələcəyimiz olan körpələrimiz var. Biz onlara nümunəvi örnək olmalıyıq. Amma görürsünüz, bu qədər yığdığın illərlə hörməti bir saniyədə heç kimə icazə vermirik ki, bizi mən elə olub, mən 3 gün o yazıdan sonra mən utandığımdan həyat yoldaşımın üzünə baxa bilməmişəm. Bilirsiniz niyə? Xəcalət çəkmişəm. Axı mən onu danışmamışam, mən o cür danışmamışam, mən tamaşamdan start getmişəm və yaxud nədən olmaz. Ona görə qaçmışıq efirlərdən. Amma biz qaçdınca da, bəli, qaçmasınlar. Sənətkarlar gəlsin ki, qoy efirimiz gözəlləşsin, zövqlərimiz gözəl olsun. Siz səmimi söhbət eləməyə də qorxursunuz. Sağ olun. Mikrofon götürüb danışmağa qorxuruq. Bizim
bizim sizinlə Yox, nə bizim deyirik sizinlə ki? nə söhbətlərimiz olub? Nə söhbətlərimiz olub bizim sizə, xatırlayırsınızmı? Bəli, bəli. Neçə illər hətta bundan öncə biz o cavanlıq illərindən, o dövrdən danışmışıq. Sevgidən, məhəbbətdən nələr danışmışıq, amma heç o vaxtda heç bir şey də götürülmürdü, heç nə də yazılmırdı. Bəli. Çünki O doğrudan da vaxtki səmimiyyət sənətkarların var. həyatında nəsə olub, olmayıbmı? Yaxşı ki, Instagramları olmayıbdı, yaxşı ki, o vaxt sosial şəbəkələr olmayıb. Kaş olardı da. O vaxt heç olmasa biz arxiv görüntülərimizi tapa bilmirik onun əlindən. Allah Yəni arxiv rəhmət görüntüləri eləsin tapa Yaşar Nuri. Ay, Bizim Allah gözəl ona sənətkarımız, rəhmət Allah eləsin. ruhunu şad eləsin. Opera teatrında Arşınmala məşqlərində gəldi mənə baxdı. Müsahibə verirdin. Dedim, bəli. Məndən sənə bir necə deyim, dedim, nəsihət. Müsahibə vermə. Can. Dedim, niyə Yaşar mən bir vermədən? Başının ağrımasını istəmirsənsə, müsahibə vermə. Müsahibəni vermişdim artıq. 2 gün keçdi, Yaşar müəllimi yığdım, dedim ki, əsəbimdən ölürəm. Dedi, niyə? Mən Dedim, bunu elədim. mən danışdığımın dedim, əksini yazıblar. Deyəndə dedi ki, gördün qızım, mən sənə dedim. Allah ruhunu Baxın, şad eləsin. elə o vaxtı sosial şəbəkənin olmadığı bir vaxtda, bunu da deyirəm, mövzular haqqında çox danışmaq istəmirəm, bayram efiridir. Yaşar Nuri ilə 20 dəqiqəyə 25 dəqiqəlik müsahibəm var idi. İnsan gözümün içinə baxa-baxa, ona görə mən deyirəm, Mərdəngi çox xoşbəxtəm. Ki, mən o insanlarla müsahibələr eləmişəm. Gözümün içinə baxa-baxa nələr danışdıq, nələr. Amma o vaxt, bu vaxt olsaydı, bəli. Sağ olun. Ona görə zəmanə də dəyişib, hər şey dəyişib. İnanın ki, sizə sevgi dəyişməz. Nə istəyirsən bax de. Sevgi dəyişməz. Sağlıq olsun. Dəyişməsin, insanlara olan sevgimiz dəyişməsin. Gözəl olaq, bir-birimizi sevək, dəyər verək bir-birimizə, qəşəng yaşayaq. Can, Ömür şirin. mən sizi sevirəm. Həyat gözəl. Mən sizi çox sevirəm. Olduğunuz kimisiniz. Olduğunuz kimisiniz. Yaraşıqlı bir oğlan var Bəli, orada. çox yaraşıqlıdır. Çox xarizmatik. Səhnəyə yaraşan. Yəni çox fərqli bir tərzi var ha, sizə deyim. Hə, indi onları deyirəm dəvət eləyək. Bayramımıza biraz da bayram qataq. Həm də tamaşaçını keyfiyyətli işlərlə sevindirək. Zümrüd xanım, qardaşımızın balasıdır. Balaları da deyə tərif eləməyəcəm. Olduğu kimi deyəcəm ki, çox şirin, gözəl, yaraşıqlı, mədəniyyəti, yüksək mədəniyyətə, əxlaqa malik olan və ifa tərzi, zövqü gözəl, seçimi, janrı gözəl olan Sübhan Məmmədzadə, Elad qardaşımızın oğlu və bizə bu sənətdə əlimizdən tutub hər zəhmətimizi çəkən, bizə dəstək olan, bugün bu səhnədə varıqsa, o qardaşımıza həyatımız boyu minnətdarıq. Ataş qardaşımız qarmon ifaçısıdır və onun qızı Al Yanaq Məmmədova Al yanaq. gələcək. Bu ailədə yanaqlar gözəldir. Mənim adımdan götürüb Gül qoyublar. yanaqdır, al yanaqdır, güllərdir, çiçəklərdir. Ay nə gözəl. Gəlinimiz indi baldızı nə qədər istəyir baldızlarını ki, adımızı. Onun da adı Eyni Güldür. Gəlinimizin də adı Eyni Güldür. Sübhanın da anasının adı Nigardır. 4 gəlinimiz var. Çinarə, Dilarə, Eyni Gül, Nigar. 4'ü də bizə bacıdır. Səsi məncə sonuna kimi açın. Vallah, evdə dincəlin, istirahət eləyin, bayramınız da mübarək olsun.
Ay, Bibi bala bunların eşklerine bak belə, xoş geldin. Ne güzel bir aktörlük kabiliyetinde var senin. O kameralara bakışlar. Çok sağ olun. Oo, çok kızın canı yanacak. Çok kızın canı yanacak. Maşallah. İnşallah. Çok teşekkür edirəm. Sizi salamlayıram, qonaqlarımızı salamlayıram. Onların bayramını təbrik edirəm. Onlara gözəl bir il, sevgi dolu, sağlıq içində arzulayıram. İnşallah ki, bugünkü gününüz də gözəl keçər. Ay ne xoşbəxt oğlansan sen. Ola bak, ona bak. Bibilere bak, bibilere bak. Belə bibilərlə nətər Hoş xoşbəxt geldin. olmayım. Çox sağ olun, xoş gördük. Ay ne yaxşı Mən də deyək. keçim. Adam fəxrlə, qürurla izləyir. Ne bilim, öz canından, öz qanından olan bir adama necə fəxrlə baxır. Hamısını yığıb gətirsək yeriniz yoxdur. Gəlinlərimiz də gətirərdi. O biri bacımız nə oldu? Biri skripaçdır, bir gəlinimiz pianino ifaçısıdır, bir gəlinimiz oxuyur. Bayram günlərində xanəndədir. təsəvvür edirəm o evdə nə baş verir. Bəli, bizdə elə özümüz bir orkestri. O Teymur Əmrah gözəl sənətkarımız gəlir həmişə bizə baxan. Siz elə bir simfoniya orkestrsiniz ki. Maşallah. Sizdə simfoniya çisk orkestri var burada. Ay al yanaq. Doğrudan da yanaqları aldı ya. Al yanaqları var. Hə, bir danış, salamla var mikrofonu. Ay Allah. Salamlayıram sizi, izləyicilərimizi, onların bayram münasibəti ilə təbrik edirəm. Bibilərimi də salamlayıram. Allah yolunuzu Bugün həmişə açıq eləsin. Alyanaq Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetində tələbədir. Qarman ifaçılıq üzrə. Sübhan soran məzunudur. Maşallah, maşallah. Baxın, deməli bugün mən inanıram ki, siz fərq qoymursunuz. Tələbələrinizi necə yetişdirirsinizsə, o iradları onlara da tutursunuz, o səhvləri onlarda da düzəldirsiniz. Yəni o barədə inanıram ki, ayrı seçkilikləriniz olmaz yəqin ki. Amma biraz da o həyati baxımdan da möhkəm yetişdirmək lazımdır. Ki, heç nə onları incitməsin, qolları, qanadı qırılmasın. Çünki işi bilənlərin ki, o qolları, qanadları qırılanda yaradıcı insanı o biraz ağrı verir adama. Bəli. Hazırsan böyle səhnələrə Sübhan? İnşallah, inşallah. Bibilər də çox kömək olur. Amma dediyiniz kimi arada bir də görsən danlayırlar mənə. Ona elə oxuma, bunu belə oxu olur. Yəni onlardan da məsləhətlər alıram, öyrənməyə çalışıram. Yəni yaxşı bacardığım qədər inkişaf eləməyə çalışıram. Onlar da çox sağ olsunlar, həmişə kömək olur. Sərdar Ortacı ağladıb, hə, ifasında? Bəli. Sərdar Ortacı bir neçə türk sənətçilərində, türk mediasında populyarlaşdı. Saçlarına gül düzüm mahnısına yeni nəfəs gətirərək özünə məxsus janrda çox şirin, gözəl ifa elədi. İndi girdim yarım bağçasını oxuyub, Oktay Ağayevin repertuarından, Polad Bülbüloğlu, Müslüm Maqamay repertuar. Görürsünüz zövqü nə gözəl. Bunu da biz öyrətmədik. Bir yaşın yarımından əlimdən tutub teatra Gülyazın yadına gələn məşqlərə aparırdım. Bizə imkan vermirdi. Rəhmətli Kamil müəllim ustadımız deyir, Gülyanaq bəsdir bunu gətirmə daha, imkan vermir məşq eləyək. Mikrofonu götürüb eləyə oxuyurdu elə. Vay aşıq gördüyün çalar. Bu da varis nümunəsi. Zövqlü gənclər əslində yetişirlər. Deməyəcəm yetişmirlər. Bugün Azərbaycanda nə qədər zövqlü, nə qədər istedadlı gənclərimiz var. Elə yeri gəlmişkən deyim ki, biz Mehman müəllimlə, gözəl sənətkarımızla, muğam bilicisi, tədqiqatçı illərini, ömrünü sərf edibdi o musiqi xəzinəmizi yaşadılması üçün, gələcək nəslə çatdırılması üçün ki, həmən musiqiləri biz hazırlayırıq. Bir neçə deyil, artıq çoxluqdur və həmin o çoxluğun içində Gülyanaq da var. Yəni bir yerdə həm Mehman müəllimin 100 mahnıdan ibarət kitabı çıxdı, həm Azərbaycanın qədim rəngləri notla hamısı da, not şəklində kitabı çıxdı və muğamlarımızı lentə alır, nota alır, üzr istəyirəm. Rast muğamını, 48 şöbəli rast muğamını nota alıb. Yəni mən bunları deməkdə məqsədim odur ki, biz qorumalıyıq sərvətimizi, yaşamalıdır və indi biz Mehman müəllimdən bir neçə mahnı silsiləmiz var ki, onlardan gülə-gülə xalq mahnısını ifa edəcəyəm. Həmən mahnının orijinal forması,
qədim forması necə olub və ona görə bir çox mahnılarımızda belədir. Müasir dövrümüzdə mahnıların çoxunu xalqa təqdim eləyiblər. Müəllifləri naməlum olub, amma müəlliflərin, ifaçıların adı ilə Mehman müəllim hamısını bizə təqdim eləyir orijinal formada və biz təbii ki, sözlərdə tərtibatı var, söz tərtibatı təmizləyir, sözləri düzəliş eləyir. Çoxsu başa düşülmür axı, keçmiş lentlərdəndir. Amma musiqi tərtəmiz olduğu kimi Ona görə sözlərin dəyişib oxuyur da çox ifaçı. Bəli, amma musiqi qalır axı, eynən musiqi qalır bizim musiqimizdir. Yəni ona görə bu gün istəyirəm ki, bir xalq mahnısı, gözəl, Ay nə gözəl. gülə-gülə mahnısı adı ilə məşhur olan Gülə-gülə. xalq mahnımız. Elə 2025-ə onda gülə-gülə davam eləyir. Gülə-gülə. Təzə ilimizin ilk günündə Gülyaz xanım həm də oynaya-oynaya. Dünyaya gelişin toy düğün oldu. Ağlayıp gülmeyin bir oyun oldu. Güçsüz bileklerim, zərif qollarım mənim üçün bir dayaq sütun oldu. Uçtu öttü iller, ben yaşa doldum. Sen ise büyüdün, bir cavan oldun. Mənə ürəyinin yağı
üçün səsləmişəm. Bugün benim anam en şad günümdür. Bilirəm bu illərlə gözləmisən. Mən doğulduğum gün səmaya boylanıb Tanrını bugün üçün səsləmisən. Dünyada nə qədər sevgi var oğlum, bala məhəbbəti bənzərsiz əsər. Dünyada ne kadar sevgi var ana, senin muhabbetin tükenmez kevser. Uçdu öptü iller, mən yaşadım. Sən isə büyüdün, bir cavan oldun. Yüreğinin yağını verdin, ben yürek kazandım, sen yaman soğudun. Bugün sənin oğlun ən şad günündür. Bugünü illərlə gözləmişəm. Sən doğulduğun gün səmaya boylanıb Tanrını bugün üçün səsləmişəm. Bugün benim anam en şad günümdür. Bilirəm bu illərlə gözləmisən. Mən doğulduğum gün səmaya boylanıb Tanrını bugün üçün səsləmisən. Bugün sənin oğlun ən şad günündür. Bugünü illərlə gözləmişəm. Sən doğulduğun gün səmaya boylanıb Tanrını bugün üçün səsləmişəm. Tanrını bugün üçün səsləmişəm. Tanrını bugün üçün səsləmişəm. Ay bu ne romantika. İlk dəfə səslənir sizin efirdə. Çok güzeldi. Nece oynuyorsunuz bu? Aslında ona göre rol değil ha bu. Bu doğrudan olan da bir şeydir. Zümrüt xanım, öncə deyim söz musiqi müəllifi bizim əzizimiz İqbal Ağayev, tarixçi, Dövlət Universitetinin Tarix Kafedrasının İqbal müəllim, çox gözəl bəstəkar. Nə qədər mahnılarımızı yazıb, Yalçın Rızazadə, Flora Kərimova kimi böyük sənətkarlar oxuyub. Bizim Yalçın müəllimlə də bir duetimiz vardı, onun bəstəsi, onu Sübhanla da oxumuşuq bu gecə mahnısını. Heç səsiz özünü oxşar. Əslində mahnı da Beyla xanım bizim universitetin müəllimi, mənim əzizim Beyla xanım Bacısovun toyuna oxumalıydım. Qismət olmadı. Mən başqa tədbirə getməli oldum. Bax, bugün həm o toy üçün ərmağan bütün ana-bala sevgisini yaşayan evlad ana sevgisini bunu ərmağan eləyirik və bir şey də deyim ki, Sübhan bizim gəlinimiz bizə gəldiyi gündən o bizə həqiqətən bayaq dedim ki, bacı olubdu. Elad qardaşımızın da biz hər zaman Gülyazla birgə onun sağlamlığı üzərində çox əziyyətimiz olub, biraz nasazlığı olmuşdu. Və bugün çox şükür qəşəng balaları var, Şəmsi var, Sübhanı var, 2 balası. Sübhan doğulandan anası ilə Bahəm mənim də qucağımda böyüyüb 6 il. Mənlə yatıb yuxusunu alıb qucağımda. Gecə 3-də ağlayırdı. Gəlinimiz çağırırdı ki, bax, Ramanım da, Ramazan da, Gülyazın oğlu da, anası ilə belə mənim də qucağım. Mən bunlara o qədər can yandırmışam. Mən subayı idim, mən elə bilirdim mənim balalarımdır da. İndi də elədir.
Amma təsəvvür eləyin, Sübhan məni o qədər sevirdi ki, anasından ayırmırdı. Gecə gündüz onunla nəfəs alırdım. Mən kəndə gedirdim, həftə ilə Sübhanı aparırdım. Hara qastrola gedirdim, Sübhanı özümlə aparırdım. Teatra məşqə gedirdim, Sübhanı. Gecə 3-də dururdum, mamamı istəyirəm, aparırdım maşına qoy. Yolun yarısına çatanda deyirdi qaydaq bibi səndən. Yəni o qədər bu uşaqda sevgi olub, toyumuzda belə nişanlı vaxtımda buradan bugün ilk dəfə bunu açıqlayıram. İcazə vermirdi. Bəli, icazə vermirdi. Yoldaşım ona oyuncaqlar alırdı, gətirirdi. 5 dəqiqə oynayırdı, sonra deyirdi, yo, oyuncağını istəmirəm, bibimi istəyirəm. Sən də işlər Və məcbur oldu. Mənə geri ver. Siz indi bilənlər bilir, xatırlayanlar. Bizim toyda bu şeylər jurnallarda da çıxmışdı. Öndə Sübhan balamızla məcbur olduq o biri qardaşımın qızına gəlinlik paltarı, bəylik paltarı onlara geydir, vermirdi. Uşaq başını divara döyürdü ki, bibimi vermirəm heç kimə. Ona görə bunları bizdən öncə onlar gəlin zalını, bəyəndə toy zalına girdilər öncə. Sonra biz girdik vağzalı. Qısqa, əslində həmişəli olur ha. Yəni mən o sevgini bu mahnıda tapmışam ki, doğrudan da mən bunu sevə-sevə böyüməyini. Sübhan, indi xahiş edirəm, buradan çəkil. Çəkil bibinin yanından. Görüm o qucaqlayanda nə olur? Bəlkə yaxşı keçir adamın eli. Hamı qucaqlayırdı, mən də qucaqlayım. Günümə, gün ortasında qucaqlaşaraq başladım. İndi görün nə mövzular olacaq. Bütün müğənnilər məni öldürəcək bu il. Heç olmasa mən sevdiyim ifadə. Allah sevginizi bol eləsin, daim eləsin. Qucaqladım. Səni niyə balam kimi qucaqlamayım ki? Ona görə bütün tələbələr gəlirlər, heç də mama deyirlər, belə ana şirin deyirlər. qızı kim qucaqlamaz, şipşirin doğudu. Kimlərə qaldı dünya, o nə idi elə maşallah. Oxuyursanmış da, oxuyursanmış. Oxuya bilməyənlər gəlirlər, oxuyurlar, otururlar mənə. Oxu da. Əcəb. Aranjmanda xoşuma gəldi. Aranjman gözəl olmalıdır. Bax, bayaq biz Sübhanla oxuduğumuz mahnıdan Nazim Əhməd aranjman eləyib. Çox qəşəng aranjmançılarımız var. Mən bildiyimə görə Rasim işi var orada, Nihatın işi var, Dahin, Malik, İlkin Şükürovun əməyi var. Necə Nə sənin bilim, səsini belə. Zuma, Həmsini belə Zümrüdün. deyəm, axı, buradan belə. Adı da o qədər gözəldir ki, Zümrüd. Deməli, o aranjmançılar bir növ bizim bu gözəl operator qardaşlarımız var ha, səhnə arxasında pultda əyləşən rejissor heyəti. qəhrəmanlardır da. O qəhrəmanlar və aranjmançılarımız da elə qəhrəmanlardandır ki, o gül buketini ərsəyə gətirirlər, amma özləri görsənmirlər. Həmin şeydir var. Bəli. Buradan Allah bizim bütün qorusun mahnılarımızın səsimizi yazan Hatəm Nəbioğluna da, Rəşadətə, nə bilim, bu qədər İmrana, hamısı, hamısına bəli. buradan sevgi diləyirik. Əsas da bilirsinizmi nədir? Sevmək. O işi sevmək, peşəni sevmək, sənəti sevmək. Sevirlər, sizi sevirlər. Ona görə də can qoyurlar, ürək qoyurlar. Yəni sizin səsinizi kompüterlə düzəltmirlər ki. Yo. Hə, vəssalam da. Ona görə də ürəklə işləyirlər. Əksinə gedib azca kompüter səsi istəyirəm. Qadan alım, mən səsimi çıxart, mən o yarım saatin içində, 10 dəqiqənin içində bir mahnı oxuyub çıxırıq. Mən bu ömrü elə belə yaşadığımı bir dəfə oxumuşam. Birdən orada kəsmə yoxdur. Yəni yoldaşım dedi ki, səs rejissoruna sən motor bas, gəl çıx məndən, öz oxuyacaq təbində. Girəndə gördülər ki, mən oxuyub qutarıb oturmuşam, ağlayıram. Yəni o qədər təbii. Məni saxlayanda cümlə yazsın, deyim, yox, mən bu gün oxumuram, mən getdim, sağ ol. Niyə? Çünki məni təbdən çıxardı. Biz oxuduğumuz Azərbaycan haqqında oxuyanda biz həvəskar oluruq, ürəyimizdən, o coşqu ilə oxuyuruq, sevgidən, həyatdan, hamısını yaşayaraq oxumalıyıq. Bəs musiqi onda qəlblərə toxunur da. Ona görə də Siz gənclərə mənim buradan ismarıcımdır ki, oxuyurlar, oxuyun. Hamınızın səsi gözəldir. Oxumağı da bacararsınız. Siz o dəmir səsinə güvənməyin. O dəmir dedik, kompüter səsi. Hə, o səsə dəmir səs deyirəm mən ona. Güvənməyin. O səslə, o səsin birdən-birə qəribə yerlərə əyilir. O nəyə lazımdır? Dəbdir. Onda insan gedir, məsələn də bədəni Allah verir də insana, vücudumuzu Allah verib bizə bu yaratımı. Gedir qaşını dəyişir ki, moddur, gedir burnunu dəyişir moddur, gedir mahnını dəmirləşdirir moddur. Bu modlarla getməyin, əziz gənclərimiz. Yaraşan nədir onunla? Gözəl nəğmələrdə olduğu kimi oxuyun. Səsin yoxsa oxuma heç. Nə oxuyursan?
elə bilirlər ki, pullu sənətdir da. Sən bir şey oxumusan, narahat sənətin- olma, Ayşib Şirin oxumusan. Sən Səsiniz yoxdursa oxumayın. Bəli. Baxın, ha deyirəm başlıq çıxartmayım. Bax bu verilişdən də bu başlığı çıxardacağam. bu sənin verilişindir. Hərdən zarafatlar elə bilərsən. Nə olar ki? Aman Şuxluq Allah. yaraşır sənə. Bugün amma əgər birazdan bir dənə də gitara ilə də görmək istəyəcəm sizi canlı nəğmələrimizlə. Mehman müəllim, siz də pis oxumursunuz ha? Əla oxuyursunuz. Səsim yox. Əla oxuyursunuz. Səsim yoxdur deyirəm, amma qəşəng oxuyuram. Amma bizim qarmon ifaçımız. Bugünkü gündə gənclərimiz, gənc xanımlar tanıyıram ki, tərəddüd eləyirlər ki, mənə yaraşmaz birdən. Sevirəm bu işi, amma birdən qarmon aləti mənə yaraşmaz. Nə bilim, skripka mənə yaraşmaz, gitar mənə yaraşmaz, tar mənə yaraşmaz. Amma onu sevirsinizsə, o bütünlüyü orada bizim üçün yarada bilirsiniz. Yanaqları al qızım. Gözləri badam qızım. Yavaş-yavaş get qarmonunu al əlinə. Azərbaycan xanımları hamısı gözəldir da. Üzündə bir dənə makiyajı yoxdur. Nə qədər gözəl, yaranışdan gözəldir də Azərbaycan xanımları. Bu da bizim gələcəyimiz olan xanımlarımız, anaları, gələcəyin anaları. Elə Allah gözəl yaradır insanı. Qızım gözəldir. Həqiqətən Qızım al yanaq. gözəldir, işi də gözəldir, peşəsi də gözəldir. İfa edir sizin üçün al yanaq. rəqsimiz var. O hansıydı? Dediniz, başlayaq. Gülyazı rəqsi. Gülyazı rəqsi. Gülyazı rəqsi. Ay Mehman müəllim. Gülyazı Son 5 ildə yaranıb. Gülyazı rəqsi. Gülyazı rəqsi də var. İndi sizin acığınızda mən bir dənə gül yanağı rəqsi yazdırım, siz də baxın. Yazdırın. Yazdır getsin. Gülyazı rəqsi, gül yanağı. Güzel. Mən o rəqsə, Gülyazı rəqsinə rəqs eləyərəm. Gül yanağı rəqsi. Canlı efirlərimizdə inşallah bir gün canlı efirlərdə də qonaq olarsınız. Canlı efirlərimizdə bizi hər gün izləyən tamaşaçımız bilir ki, 2 saat ərzində həm musiqimiz var, həm ifalarımız var.
var, həm xəbərlərimiz var, özü də bolluca xəbərlərimiz var, süjetlərimiz var, maqazin mübahisələrimiz var, sənət insanları həmin o süjetləri burada mübahisəsində aparırlar, fikirlərini də söyləyirlər. Bir də bizim studiyamızdan əyləncəli, rəngli bu dünyadan o biri otağa keçidimiz var. Bugün bayram günü olduğu üçün mən heç kimi nə kövrətmə fikrim var, nə başqa məlumatlar, amma əlbəttə ki, özəl dediyimiz də nədir? Özümüzün öz əlimizlə yaratdıqlarımız, həyatımızda öz əlimizlə məhv etdiklərimiz, öz əlimizlə çəkdiyimiz o peşmançılıqlar, itirdiklərimiz, qazandıqlarımız, bu rəngli, əyləncəli dünyanın bir də pərdə arxasını mən o tərəfdə yaradıram qonaqlarımla, seçdiyim qonaqlarla və sonra yenə də bu dünyaya geri dönürük ki, tamaşaçılar hər dəfə baxıb deyirlər tanımışlara ki, Bəxtəvər elə bütün günü deyir, gülür, oynayır, paylaşımlarına bax, oxuyur, şəndir, şuxdur, amma onun iç dünyasından heç kimin xəbəri yoxdur. O bölüm də məhz onun üçündür ki, əslində olan hekayəni bilsin və sizə yansıdılan həyatı göstərsin. Kiçik bir xülasəmiz var, çox tez qaydaq. Hadisədən sonra yıxıldın və hiss elədin ki, güclü olub qalxmalısan, sənə heç kim əlini uzatmayacaq. Həyatımın ən böyük travmasını təbii ki, boşananda aldım. Onda tam yıxıldım və özümə dedim ki, mən hər şeyi özüm həll eləməliyəm. Orada yaşanan həyat hekayələri, bəlkə də heç kimlə bölüşülməyən sirlər və bilinməyənlər var. Yəni, öz əlimiz var. Ürəyim sancılıb, tər gəldi mənə, başa düşdüm ki, nəsə olub, deyirəm, nə olub? Dedi, Pərviz rəhmətə getdi. Və ona görə deyirik də ki, bu həyatın bir də o biri tərəfi var. Bəzən qocalığımı düşünəndə fikirləşirəm ki, övladın olmayanda necə olur? Sən öləndən sonra tutalım, sənin qəbrin üstə kim gəlir? Eldən getmək daha gözəl ki, səni el ağlasın. Belə bir şey də var. Yəqin ki, mən üçün kimlərsə ağlayar. Ana deyiləm, amma çox xoşbəxt qadınam. Ana deyiləm, amma çox xoşbəxt qadınam. Bu mahnı, bu ifa, sözlər hamımızın həyatına şamil edir. Biri vardı, biri yox. Ata-ana onsuz da evladın çox istəyir. Çünki bu məhəbbəti verən Allahdır. Sən canın paralanmağına razısan, amma evladın barmağına tikan batmağına razı deyirsən. Bu həqiqət budur. Deyirlər ki, Ağatlı Şəhzadəm. Mənim elə Ağatlı Şəhzadəm atamdır. Onların canları ağrıyanda bir xəstəliyi, bir canları mən özümə gələ bilmirəm. Sənsiz olmaz evladım dadı dünyada. Bəlkə də o övladlardandır ki, atası dünyasını dəyişəndə çatmadı. Biz də yuxudasan və biz hələ də ayrılmamışıq məncə. Gülürük, danışırıq, amma ki... Qollarıma güc verən varım ata, sən məndən istə ki, qulluqda durum. Məkanınız cənnət olsun, necə deyirlər, Allah sizə rəhmət eləsin ki, yəni məndən tam arxayın olun. Mən bilirəm ki, məndən nigaran getdi, xüsusən də anam. Qəlbini kömürə yeşki. Şükür ki, Rəqsanə kimi anam var, Sevginin də Aysun kimi anası var. Yəni, pis şeyləri düşünmürük. Peki, Allah bütün balaları xoşbəxt edəsin. Təbii ki, heç bir valideyn istəməz ki, övladının həyatında nəsə pis bir hadisə olsun. Amma gəlin çalışaq övladlarımıza ancaq sevgi verək. Ancaq sevgi. Siz o övladın səhvi də olanda onu qışqırmaq, vurmaq lazım deyil valla. Siz də o yoldan biz də keçmişik o yoldan. Sevgi üçün gəlsin bu mahnı, sevgi üçün gəlsin. Sevgiyə hətta mahnı da. Qəlbin qəm məskəni olmasın qızım. Maska bir şey. Ona görə hər çıxan insan özün deyil, o maskanı taxır. Başa düşürsən?
Qısa reklam arasından sonra isə canlı ifalarımızla və əlbəttə ki, sənətkarların səsi ilə, musiqisi ilə davam edəcəyik. Ürəyim yol çəkir bir gözə dönüb, yollarda tərs kimi uzanır gülüm. Yuxumdan hər gecə durnalar keçir, bilmirəm nə olub aradan bilim. Belə getsə sınar quşların səsi, dənizin də səsi günbə-gün batar. Yubanma əzizim, gəl qurtar məni, arxadan dərd çapır, qorxuram çatar. Halıma yanan gərək, səsin düşəndə yada. Ötən günləri qoru yaxşı bax, vermə bada. Ayrılıq bir dənizmiş, sən uzaq yaşılada. 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 Hər gecə sən mən səslədin, yolunu sübhədən gözlədim. Əzanı hanıyam, o sevdalar. Gör nələr var başımda. Mən səni araram. Saatlarla dinləyərəm. Hə, bu canlı ifanın yerinə heç nə vermir də. O insanın təbi gəlir. Belə sakit musiqi, o qədər haylı, küylü, toylarımız da haylı, küylüdür. İnanın, oxumaq üçün ölürük. Bizə bilirsiniz ən çox ləzzət eləyən. Oxumaq üçün ölürük. Hə. Yəni necə oxumaq? Belə sakit, əsil, gözəl musiqi, 15-20 adam yığılır, ancaq musiqidən zövq alır. Mikrofon az səslə, heç mikrofonsuz oxumağa belə üstünlük verirəm. Onda insanın səsi daha gözəl səslənir. Yəni dediyim odur ki, bizim işimiz odur ki, Azərbaycan musiqisi o qədər zəngindir, onu gözəl təbliğ eləyək. İnanın, yoxdur bizdən. Bütün türk dilli dövlətlərimizdə belə olmuşuq da, hamısının musiqisi gözəldir. Bütün dünya musiqiləri gözəldir. Amma inanın, bizə Allah elə bir xəzinə veribdir ki, biz onu qorumalıyıq. Onun dəyərini bilməliyik. Bugünkü, demirəm, zövqsüz musiqilər, onlar da onunla çörəyini qazanırlar. Olsun, o həmişə olub, illərlə də olubdur. O Şövkət xanımın, Rəşid Beybutovun dövründə də bunlar olubdur. Amma bugün, yəni gəlib gedib, yəni yaşayan bizim özəl, gözəl, bünövrəli sənətimizdir. Hətta hərdən efirlərdə də görürsünüz ki, belə musiqilər səslənəndə çox vaxt, elə məclislərdə də arada olur, görürsünüz, həzin, gözəl musiqi səslənir. Tez onu təşkilatçısı, nə bilim, rejissor, redaktor, hamı qaçır, gəlir ki, ay Allah, məclisimiz çox sönük keçirir. Biz onu anlata bilmirik ki. Onu qonaqlar arzu eləyirlər. Həzin musiqi dinləmək, nəyinsə darıxdırıcı keçməsi demək deyil. Yəni ancaq tappaturub olmalıdır, söhbət olmalıdır, səsküy olmalıdır. Bəs onda harda qaldı bizim o ruhumuzun da qidası?
Heç olmasa bir o tərəfdən də qidalanmalıyıq ya, yox. Qidalanmalıyıq. Yenə deyirəm, bir Allah bir xəzinədir verib. Janrlarımız bir-birindən gözəl, muğam janr, milli janrımız, vokal janrımız, nə bilim, estrada, milli estradamız, hamısı gözəldir. Nə səslər var Azərbaycanda, nə yaradıcı bəstəkarlarımız olub. Elə bir Üzeyir Hacıbəyov bizim dahimiz, ondan sonra gələn nə qədər bizim bəstəkarlarımız var. Bu Azərbaycan xalqının nemətidir. Biz bunları dəyərləndirib bugün illər keçir. Nə qədər gündəmə gələn mahnılar var. Çıxır gedir hamısı. Toy mahnılarını üst tutsaq. Bugün Niyaməddin Musayev, Məmməd Bağır Baxırzadə, Ələkbər Tağıyevin, Emin Sabitoğlu'nun mahnıları toylarda elə gözəl oxunur ki. Heç unudulmur. Nə qədər xalq mahnılarımız həmişə gündəmdədir. Çünki kökü gözəl musiqidən yararlanıbdır. O gün mən salonda deyirəm, söndürün onu, qurban olun, mən məcbur deyiləm onu qulaq asmağa. Bir lirikası da elə birində çıqıda oxudu, salınca da eyni onun lirikası. Səsləri də bir-birindən seçə bilmirəm, başımı qaldırıb baxmasam. Oxuyan kimdir? Çünki kompüterdə hamısı bir-birinə oxşar yığılan səslərdir. Biz batırmamalıyıq musiqimizin. Bizi tamaşaçılar qınağa tutur. Ki, Gülyaz xanım, Gülyana xanım və bizim kimi bir çox sənətkarlarımıza, Mehman müəllimə dünən İbrahim müəllim Şəkidən zəng eləyib. Kərəmin muğamını eşidəndə ki, Azərbaycan Dövlət Televiziyamızdan təqdimatını elədik. İnsan ürək dostu, Nürəddin Mehdixanlı gözəl sənətkarımız heyran olub. Deyir, mən bugün muğama qulaq astım, bu nə idi belə? Yəni, dəyər verən bizim insanlarımız, sənətkarlarımız, ziyalılarımız, başa düşən zövqlü insanlarımız var. Əlbəttə ki, var. Bax, bu qızımızın da bu yenə gəlib çıxmasında İbrahim müəllimin Şəki Musiqi Məktəbinin direktoru. Çox böyük əmək olub, müəllimlərinin. Qızım, bir qoy, o da xoş gəldin da. Mənim gözüm qalıb sənin ustadlarımıza deyirik. Alyanaq, gözüm qalıb qarmon sepində. Sənin gözün bunu necə tutdur da, mən indi baxıram. Par-parda parıldayır, gələndən sən demə qarmon imiş. Bəli, bax, sevgi budur. İşinə sevgi budur. Hə, qızım, al mikrofonu. Ha, var. İbrahim müəllim başda olmaqla onu salamlayıram. Sevil müəlliməyə, Ramazanova Vüsalə müəllimə, Səbuhi müəllim, Ramil müəllim, hamısını buradan salamlayıram. Şəki 4 nömrəli musiqi məktəbində təhsil almışam ilk dəfə. Daha sonra Asif Zeynallı adına Musiqi Kolleci, orada Kənan Əsədov, Xuraman Nağıyeva, Aygün müəlliməyə çoxlu salamlarımı çatdırıram. Biz onlara təşəkkür edirik. Biz onlara təşəkkür edirik. Bəli, onların zəhməti çox böyükdür. İncəsənət Universitetində Sərxan müəllim. İncəsənət Universitetinə mən 2 qat sevgi göndərirəm. Təhsil alanlarda, müəllimlərdə, orada bütün o yaradıcı heyətə var olun, öpürəm sizin hamınızı. Biz Gülyaz xanımdan həqiqətən xoşbəxtdik ki, biz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimləriyik və çox gözəl tədris gedir, ciddi və gözəl kadrlar yetişir səhnəmiz üçün. Nə qədər də zövqlü musiqiyə axın tələbələrimiz var. Tək bizdən getmir, bizim sənət yoldaşlarımızın da tələbələri, hətta onların mədəniyyəti, əxlaqı da elə muğam kimi əxlaqlıdır. Ay, vəssalam da yəni. Tamamlandı. Hə, bizim məşhurlarımız da bu yeni ilin ilk günündə öz təbriklərini xalqından, izləyicilərindən, tamaşaçılarından əsirgəmirlər. Biz də tez-tez onları təqdim etməkdən də qürur duyuruq. Bizim bütün
ürəyim açılır belə görüntülər görəndə. Hamını mehriban, belə bir yerdə, nə bilim, həmişə ağlıma bilirsiniz nə gəlir. Yeni il düşünəndə, uşaqlıqdan biz yeni ilini necə görürdük? Yeni ildə bütün müğənnilər bir arada olurdu, tanınmışlar bir arada olurdu. Evdən belə oturub baxırdıq, izləyirdik. Hamı bir-birinə duetlər oxuyurdu, əylənirdilər, nə bilim, qarlar uçuşurdu, bəzəklər, düzəklər və hamı da bir yerdə idi. Mən bax, onu arzulamaq istəyirəm. Ki, nəhayət ki, uşaqlıqda gördüyümüz o show biznes kəlməsini qətiyyən sevmirəm, amma məcburam da deməyə, yəni. Bu show biznes əhlini hamını bir arada görək. Hamı bir-birinin üzünə gülsün, hamı xoşbəxt olsun, hamı yeni işlərini təqdim eləsin. Yəni, o dostluğu, o sevgini arzu eləmək istəyirəm ki, bəlkə də keçən il çox az oldu. 2025-də təzədən biz o qovuşmaları, o, nə bilim, barışıqları, küslü olan olmasın, heç kimin qəlbində bir-birinə qarşı qırıqlıq olmasın, o çox pis bir şeydir. Yəni, haradasa kövrəlmiş tərəfiniz varsa da bir-birimizin üzünə deməyi də bacarmalıyıq. Yaxşını necə, pisi necə deyiriksə, bugünkü gün hamımız xoşuna gəlməyən tərəfdən özdə deyirik, ha. Bilirsin nəyə oxşuyur, bu bir xanım kilo alır gəlir, tez onu incitmək üçün tez deyirik, ayda sən nə yaman kökəlmisən və salam. Ondan artıq sən onu qırdın, qəlbini qırdın. Bu da ona bənzəyir. Kaş ki, oradan da o yaxşı və pis tərəflərimizi də bir-birimizə ürəklə deyək və altında heç bir şey axtarmayaq, o kinayəni axtarmayaq. Ancaq sevgi dolu olsun. Necə biz sevgi ilə qucaqlaşdıq, bir gündə o dünya qucaqlaşma günündə hamını qucaqlaşan görək. Amma doğrudan, sözün əsl mənasında. Bəli, bəli. Amin, inşallah. Sizindəki inci olduğunuz heç kim ola bilməz. Heç kim yoxdur, yox. Heç kim olur. Gülyaz xanım, yanvarın biridir, o yanında nə vaxt oyanacaqsınız siz? Mən bütün verilişi baxmışam, Gülyanaq danışır, deyirəm şükür. Zümrüd xanım danışır, deyirəm nə yaxşı. Heç qatılmıram söhbətlərə. Səhəri dil açmışam, mən ona görə. Can, Allah sizə can İnanırsınız, elə şirin belə yerdə oturmuşam divanda da rahat. Mürcüləyirəm belə, deyirəm, nə qəşəng danışırlar, qoy məni çəkməsinlər. Ay, mən sizə can sağlığı arzu edirəm. Nəğmə ilə mən sözümü deyərəm. Can sağlığı arzu edirəm sizə. Çox sağ olun. Həmişə belə. Elə sizə. Ürəyiniz necə gözəldir. Əsas can sağlığıdır. Əlbəttə. Hə, özü bu yaşında bizə çatıb ki, sağlıqdan başqa şey yox. O pandemiya da çatdı bizə. Allah getsin, gəlməsin o illər. Və bugün sağlıq sözünün, can sağlığı sözünün dəyəri yerini alıbdır. Biz ancaq sağlıq istəyirik. Amin. Çünki o qorxu hamımızı götürdü. Hamı ancaq kimliyindən asılı olmayaraq, vəzifəsindən, malından, pulundan, şöhrətindən, şanından, kim oluruqsa olaq, bir əlimizi Allaha açdıq ki, bircə canımızı sağ elə bu bəladan qurtulaq. Həmkarlarınıza nə arzu edirsiniz? Həmkarlarınıza nə arzu edirsiniz? Həmkarlarımızın hamısının uğruna hər zaman sevinmişik. Hər birinin də ürəyində nə istəyi, nə arzuları var. Allah onlara nəsib eləsin. Özümüzə gözəl nə arzulayırıqsa, qoy arzu eləyənlər də öz arzusuna çatsın. Biz də arzumuza çataq, siz də, hamıda. Hamıda içində. Hamıda içində. Bütün Azərbaycanımızın hər bir, ola bir dediyim, bütün ölkəmizdə yaşayan, bütün dünyadan kənarda, onu demək istəyirəm səhərdən. Yox, doğrudan. Almaniyadan, cəhdə səhərətən. Səhərə qədər yol gəl. Bütün dünya Azərbaycanlılarına, bütün həmvətənlərimizə, hər birinə can sağlığı, uzun ömür arzulayıram. Sənət yoldaşlarımıza da deyirəm, Allah heç birimizin, sizin, bizim səsimizi əlimizdən almasın. Sağlıqlı ömür arzulayıram. Sizlər bu efirdən belə gözəl simanızla verilişlər bəxş eləyin. Hər bir evə qonaq gəlirsiniz, hamımızın evinə gəlirsiniz və əyləşirsiniz ki, bizi dinləyin. Siz bizim evimizə gəlib əyləşirsiniz, biz də əyləşirik sizə baxmağa. Hamının evinin qonağısınız. Qonağısınız, onu demək istəyirəm. Ekran açanda və üzlü qonaqlardan. Gözəl simalarınıza xoş gəlirsiniz. Gözəl. Hər gün gəlirik, bu gün də onlarla gəlirik. Zümrüdün doğrudan da Zümrüd kimi qəlbini hamımız sevirik, gözəl qəlbini. Sevirik ki, gəlmişik. Allah sizi var eləsin. Aparıcını sevəndə gəlirik verilişinə. Qarşılıqlıdır. Allah sizi var eləsin. Allah sizi səhnəmizdən əksik eləməsin. Tələbələrinizin başının üstündən əksik eləməsin. Çox sağ olun. Ailənizin, sevdiklərinizin üzərindən əksik eləməsin. Çox sağ olun. Bu ilimizə, 2025-imizin elə ilk
gün ortasında sizinlə açıq elan etdik. İnşallah ki, bu il hamımıza uğur gətirsin. Ancaq gülək. Amma bu gülüş simamızda olmasın da təkcə. Ürəyimizdə də olsun. Ürəyimizdən gülək. Gözümüz həmişə gülsün. Bu bayram günündə bizimlə bahəm bu gözəl günümüzü keçirdiyimiz dostlarımız, sənətkarlarımız Mehman Mikailov, Tarda, Kamançada Cahandar Mikailov, Milli Konservatorun müəllimi. Mehman Mikailov artıq təqdimata ehtiyac yoxdur, çünki böyük muğam bilgisi deyirəm hər zaman və nağarada Azər İbrahimov. Allah sizi də var eləsin. Çox sağ olun. Zümrüt xanım, mən bu arada Aysel qızımıza, sizin bu verilişin prodüsörü, nəsə deyim? Prodüsöruna öz təşəkkürümüzü bildiririk. Bundan öncə də digər televiziyalarımızda çalışdığı vaxtda da nə qədər gənc mənim tələbələrimə dəstək olub təmənnasız. Mən onu itirmərəm, o qızın əməyini, zəhmətini. Hamısına bir yolu uğur axıcıb, cığır verib, onları xalqa təqdim edib. Teymur Əziz tələbəmə o qədər dəstək oldu. Bu günləri mənim tələbəm İsmaillidə Mədəniyyət Mərkəzinin həm bədii rəhbər, həm də musiqi məktəbinin direktorudur artıq. Görürsünüz, vəzifədə işləyir. Digər tələbələrimiz ayın 15-də, bu yanvarın 15-də Muğam Mərkəzində Məftuna da dəstək olub Aysel. Hələ yeni gələndə konsertimiz varsa olur konsertimiz. Mən hər kəsi də ora dəvət eləyirəm. Muğamın Məftunları. Ay, nə gözəl, nə gözəl. 15-də, yanvarın 15-də. Yanvarın 15-də. Bəli. Təşəkkür edirik Azərbaycanın yerli brendi olan İDəyə. İdə ətirləri yeni il ərəfəsində də, elə yeni ildən sonra da bayramlarımız bir-birini izləyəcək, amma hədiyyələr bitməyəcək. Hər özəl gününüzdə, anınızda İDənin xüsusi qallaşdırması ilə təqdim etdiyi həm bəylər üçün, həm xanımlar üçün ətirləri hələ də yolunuzu gözləyir, əziz izləyicilərimiz. Gedin, qalıcı ətirləri sevən və dünya brendlərini axtaran, tapmayan nə qədər alıcımız varsa İDədən əliboş çıxmayacaqlar. Təşəkkür edirəm İDəmizə də. Və elə bayram günlərində də studiyamızı bəzəyən, yanımızda olan hədiyyələrini bizdən əsirgəməyən 149 xanımlar xəttinə də minnətdarlığımızı bildiririk. Çünki onlar doğrudan da 149 xanımlar xəttinin bu xidmətlərini məhz xanımlar sevinsin deyə yaratdılar. Xonçaları ilə, aksesuarları ilə, bəzənmə işləri ilə, dekorları ilə, istər xınalarda, ad günlərində, özəl günlərinizdə 149 xanımlar xətti öz xidmətini sizə təklif edir, yəni xəbəriniz olsun. Təşəkkür edirəm Sarvuda. Əşyalarımız, aksesuarlarımız, studiyamızın aksesuarları da Sarvuddandır. Yeni aksesuarlarının yolunu gözləyirik. Çox zövq alıram onların əşyalarından və sizə də sevərək təqdim edirik. Studiyamızda da başqa bir ab-hava qatıblar. Sarvuda da minnətdarlığımızı bildiririk. Meri Butikə təşəkkür edirəm. Başda Samirə xanım olmaqla Meri Butikin bütün əməkdaşlarına minnətdarlığımı bildirirəm. İstər özəl günlərdə, istərsə də gündəlik efirlərimizdə də mənimlə bərabərdilər. Onları çox sevirəm. Və inanın ki, yeni kolleksiyaları da qalmır, yəni. Gələn kimi bitir, ona görə də tələsin, gedin geyimlərinizi təzələyin. Ağ çiçəyim, dostlarımız, əzizlərimiz, həmişə yanımızda olan Ağ çiçəyimə də təşəkkür edirik. Bayram günləri bilirsiniz ki, növbə hardan hara olur. Onlayn sizdə sifarişlərinizi də verə bilərsiniz. Ağ çiçəyim yolunuzu gözləyir daima, hər an. Gülləri ilə, çiçəkləri ilə, onlarda bəzəkləri ilə, düzəkləri ilə hər bir işdə yanımızdadırlar və həmişə də hazırdılar. Minnətdaram hər birinə. Bayramlarınız mübarək olsun. Muğam mərkəzində. Biz də bugün ilk ilimizdə, 2025-ci ildə, İlan ilində ilk efirimizə belə başladıq. Bu həftə ərzində də oradan da sözün əsl mənasında musiqi ilə bol bir efirlər sizə təqdim edəcəyik. Mağazinimiz isə olduğu kimi qalır. Yenə gündəm yaratmağa gəlirik, yenə gündəm başlıqları yazırıq və əsas da odur ki, hər bir sualı yerindəcə onun haqqında çıxan bütün məlumatları yayan insanlardan da soruşuruq. Yəni bir sözlə mağazinimiz də, gündəmimiz də davam edəcək bayram efirləridir. Hər birinizə xoş istirahət arzu edərək konsert dadında verilişlərlə hələ ki hüzurunuzdayıq. Sonda da yaşasın bütün Azərbaycanımız, yaşasın dünyanın hər yerində yaşayan Azərbaycanlılarımız.
həmvətənlərimiz, hamımızın həmrəyliyi o qədər möhkəm olsun ki, eldən elə, dildən dilə yayılsın. Necə ki, biz Azərbaycanı bütün dünyada tanıtmışıq və bütün dünyanın da gözü, nəzəri həm ölkəmizdə, həm sənətimizdə, həm muğamımızda, yəni bir sözlə sevilirik və diqqətlər də üzərimizdədir və nə yaxşı ki, bizim də sizin kimi sənətkarlarımız var. Çox sağ olun, var olun, görüşəcəyik yenə eyni saatda.